Azərbaycanda problem orasındadır ki, bizim büdcəmizin böyük hissəsi hərbiyə gedir. Sərhədlərimizi qorumaya gedir. Təhsilə getmir, səhiyyə getmir. Orada gedir. Amma 8 milyard dollarlıq hərbi büdcəmiz var da, milyard manatlıq hərbi büdcəmiz var. Bunu insanlar görmürlər. O zavodlar, o amma hərbi büdcə hər yerdə çox olur da. Yəni məncə Avropada ümumiyyətlə yoxdur. Hərbi büdcə indiyənə kimi yoxdur. Çünki ABŞ qapadırdı da NATO-nun 75% büdcəsini. Avropa ona görə qabağa gedirdi. Yaponiya ona görə qabağa gedirdi. Cənubi Koreya ona görə qabağa. Onun gözü görsənməyən qiyməti də var da. Yəni İndi görürük. İndi onlar bunun qiymətini ödəyəcəklər. Bəli, Trump indi məcbur eləyir ki, mən çıxdım. Çünki çox yaxşı bir Jack Ma Trumpa çox yaxşı bir feedback verdi də, geri dönüş etdi. Trump yığmışdı Çin biznesmenlərini, başlayırdı onları döşəməyə ki, xeyr ola siz bütün bizdən iş yerlərini qaçırmısınız Çinə, orada istehsalat sahələrini qurmusunuz. Jack Ma da ona deyir ki, cənab Trump, son 20 ildə siz başqa ölkələrdə müharibələrə 14 trilyon dollar xərcləmisiniz. Olmazdımı ki, öz daxilinizdə xərcləyəsiniz onları? 2008-ci ilin böhranı sizin Wall Street'dən 18 trilyon dollarınızı sildi. Çünki siz hətta böyük bir fokus vermişdiniz, maliyyə problemlərini şişirmişdiniz bütün dünyanın bazarını.